Ölkəmizin bütün regionlarında olduğu kimi Sumqayıt şəhərində də zəfərimizin 5-ci ildönümü möhtəşəm şəkildə qeyd olunub. Tədbirdə təhsil işçiləri, hüquq mühafizə orqanlarının əməkdaşları və millət vəkilləri iştirak ediblər. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov böyük əsgər abidəsinin qarşısına gül dəstələri düzüb. Daha sonra hüquq mühafizə orqanlarının əməkdaşları, millət vəkilləri və vəzifəli şəxslər böyük əsgər abidəsinin qarşısına gül dəstələri düzüblər və şəhidlərə olan ehtiramlarını bildiriblər. Hərbi orkestr isə tədbirdə vətənpərvər və hərbi mahnılar səsləndiriblər. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tədbirdə şəhid ailələri ilə, şəhid anaları ilə, şəhid ataları ilə və şəhid övladları ilə görüşüb. Daha sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun iştirakı və digər şəxslərin iştirakı ilə şəhərdə ağac əkmə aksiyası keçirilib. Qeyd edək ki, igidlərimizin və şəhidlərimizin şücaəti sayəsində Azərbaycan dünyaya məğlub bir ölkə kimi, qürurlu və qalib bir ölkə kimi tanındı. 5 illik şanlı zəfəri mübarək Azərbaycan. Əhməd Məhəmmədov, Məsud Əlilli, RTV Xəbər.